Günümüz dünyasında medya ve sosyal ağların çocuklarımızın dini kimliğini ve imanını hedef aldığı bir ortamda Zehra TV güvenilir bir medya kuruluşu olarak ailelerin yanında yer alır. Dini terbiye için, iman ve maneviyatın güçlenmesi için Kur'an ve Ehl-i Beyt ekseni. 14.000 üyeli kulübümüze aylık üyelikle bu küresel medyanın istikrarına ve sürekliliğine destekte bulunur. Bu bir harcama olarak değildir. Aydınlık bir geleceğin inşasına bilinçli ve sürekli bir ortaklıktır. Şimdi bu nura siz de katılın. İsmin ve soy isminizi yazın ve 14.000 üyeler kulübünün yeni üyesi siz olun. Ey şehriyar alemin, canı cananı ya Hüseyin. Ey koyan alemleri eşkinde heyran ya Hüseyin. Ey o güzel adın olup çaresiz derde deva. Sen Habibe lem yezelsen. Ey şafi ruz ceza. Ey keştiği ümid uşşağa aşıklarına. Ey misbahul huda, behri eşkin olup dillere tufan ya Hüseyin. Sallallahu aleyk ya Eba Abdullah. Bismillahirrahmanirrahim. Hamdolsun alemlerin Rabbi olan Allah'a. Hamdolsun kalpleri nurla dirildənə, duanı bəndəsinin dilində ilham edənə, gecələri rəhmət və bərəkət və sükunət qərar verənə, salam və salavat olsun aləmlərə rəhmət olaraq göndərilmiş Həzrəti Muhammed sallallahu aleyhi və alihə və onun pak, məsum əhl-i beytinə. Və eyni zamanda zamanəmizin hüccəti və həqiqi rəhbəri Həzrəti İmam Məhdi Sahib-əz-Zaman əleyhissalamın mübarək məhzərinə. Əziz, dəyərli izləyicilərimiz, bu gecə də Şabaniyyə bayramları gecələri arasında ən nurlu, bərəkətli, mənəvi gecələrdən biridir. Bu mübarək gecədə səcdənin zinəti, ibadətin tacı, dua ilə dili ilə ümmət arasında İmam Zeynül Abidin Seyyid-i Sacidin əleyhissalamın mübarək mövludu bütün əhl-i beyt aşiqlərinə və xüsusilə bizi izləyən əziz izləyicilərimizə və özəlliklə Həzrəti İmam Zaman Ağa əleyhissalamın mübarək məhzərinə ürəkdən təbrik və təhniyyət ərz edirik. Əziz izləyicilər, mən Zeynəb Əlizadə sizləri bu müqəddəs Kərbəlanın torpağından, şəhidlərin nəfəsi ilə isinmiş, yoğrulmuş tolerant şiyələr ölkəsindən, bu canlı yayımdan 14.000 abunə proqramında bir daha səmimi qəlbdən salamlayıram. Xoş gəldiniz canlı yayımımıza. Bu axşam verilişimizə yeni üzv olan, abunə olaraq, bu yola dəstək verən, zəng edib, qəlbini bizimlə bölüşən, dərdlərini məhz bu canlı fəzadan dillərə canlandıran, dilində canlandıran və mələklərin də ilahi əmin duasını qəbul edən bütün mömin və bacı qardaşlarımıza öncədən xüsusi təşəkkürlərimizi bildiririk. Özəlliklə dəstəyiniz üçün. Əzizlərim, İmam Zeynül Abidin əleyhissalam buyurur, Allah qatında ən sevimli əməl, az da olsa davamlı olan əməldir. Bu söz bu proqramın ruhudur və ruhunu yaşadır. Siz özləriniz də bunun mənasını bəsirətli möminlər dərk edirlər. Amma ixlasla olan əməl Allah qatında daha məqbuldur. Səssiz, amma daha davamlı bir dəstək. Həzrət İmam Səccad əleyhissalam başqa bir mübarək kəlamında buyurur. Dua müminin silahıdır və onun dinini dirəyidir. Biz də bu gecə dua ilə bir araya gəlmişik.
Səcdə imamının mövludunda qəlbimizi Əhl-i Beyt nurunda birləşdirmişik. Əhl-i Beytin nuruna yığışmışıq. Həzrət İmam Zeynəl Abidin əleyhissalam buyurur: kim Allaha səmimi yönələrsə, Allah onu heç vaxt tək qoymaz. Hal-hazırda canlı yayımızda bağlantımız var. Reyhan xanım Hüseynova, selamun aleykum. Selamun aleyküm. Hoş geldiniz verilişimize. Buyurun Seyyid-i Şühada aleyhisselamı olun. ziyaret edin. Çok sağ olun. Selam, akşamınız hayır olsun hanım. Necəsiniz? Aleykümselam Esselamu ve rahmetullah. aleyküm, Sizin de Eba akşamınız Abdullah. hayır olsun. Esselamu aleyküm Eba Abdullah. Esselamu aleyküm ya ibne Resulallah. Esselamu aleyküm Fatime-i Zehra Seydet Misal Alem. Ağamın mevludu mübarek olsun, bayramımız mübarek olsun. Cümlemizin Allah özü kömək olsun. Ağam çağırsın, mən də gəlim ziyarət eləyim o gözəl müqəddəs yeri. Ondan sonra dualarımı deyim inşallah. Reyhan Arzularımı Hanım, çatdırırım. Allah ziyaretinizi kabul etsin. Çok sağ olun ki bir daha programımıza olun. destek oldunuz. Siz üzv oldunuz mu? Çok sağ olun. İzv olmaq istəyirəm, bəli. O zaman ekip arkadaşlarımız sizi yönlendirecekler, size lazımı bilikleri, malumatları verecekler. Reyhan Hanım, sizden İnşallah. diğer bir ricamız budur ki, əlaqə nömrəsini dost Bəli. tanışlarınıza gönderin ve onlardan isteyin ki, Oldu, canlı oldu. yayım dəqiqələri Əlaqə nömrəsini elə buradan Səlyandan Xuraman xanım vermişdi mənə. çok sağ olsun Hamıya Xuraman yazdı. Axşam Hanım. biz də mövlud keçirmişik, orada verdi. Səlyan Mən cəmaatına, də millətinə də olmasa bayrağa yaza bilərsiniz. bəli, gözümüz üstə. Bu bizim üçün bir şərəfdir. sağ olun. Məmnuniyyətlə yazarıq. Çox sağ olun. Xuraman xanıma da, Səlyan Allah köməyiniz millətinə də, Əhl-i Beyt aşiqlərinə hamısına da təşəkkürümüzü bildiririk. Amin. Çox sağ olun. Allah razı olsun. Ee, Bu dua ilin üçün də ağa gəlsin, çağırsın, mən də gəlim ziyarət edim o gözəl müqəddəs yerləri. Nə olar? İnşallah herkesin Onun qəlbindəki eşliğiyle ölürəm. herkesin qəlbində yalnız olan hacət budur. Allah sizin hacətlərinizi müstəcab etsin, nail olasınız arzu diləklərinizə Evet. və sizin isminizi mübarək Ya Hüseyn bayrağına yazıram. İnşallah. Çox sağ olun. Allah razı olsun sizdən. Siz də sağ olun. Reyhan xanım Hüseynova və ailəsi. Bu Möminə xanımın da qəlbində çox bir arzu diləkləri var. O nədənlə ailəsini də onun bu gözəl niyyətinə daxil edirik və ailəsi yazırıq. Allah qəbul etsin. Üzv oldunuz, dəstək verdiniz. Digər əziz izləyicilərimiz də səslənərək və bizi izləyən bütün mömin bacı qardaşlarımıza bu mübarək fəzaya qoşulmağı, abunə olmağı, dəstəkçi olmağı sizdən rica edirik. Digər bir bağlantımız var. Buyurun. Aycun xanım Haqverdiyeva, selamun aleykum. Aleyküm salam, axşamınız xeyir olsun. Sizin də axşamınız xeyir olsun. Proqramımıza xoş gəldiniz. Buyurun, ziyarət edin. Xüsusünüz olsun. Bu gözəl günlər münasibətilə hər kəs təbrik edirəm, öyle takipçilərimi. Allah inşallah ki, bu videoda nasip edersin. Bu gözəl yerlər gəlib ziyarət edək. Yoldaşımla, ailəmlə bir yerdə inşallah. Allah sizdən razı olsun ki, bu fürsəti yaradırsınız. Uzaq da olsa buradan salamımızı çatdırırıq biz. Bəli, bu sizlər üçün yaradılmış bir fürsətdir. Məhz bu sizin şəbəkənizdir. Dəstək olduğunuz üçün təşəkkür edirik. Aycun xanım, siz Zəhra TV mediasını yeni mi tanıdınız, yoxsa çoxdan abunəsiniz? Yox. Çoxdan abunəyik, yoldaşım da mən də abunəyik. Allah qəbul etsin sizdən bu gözəl əməlinizi və bu dəstəyiniz davamlı olsun. Aycun xanım, ricamız budur ki, əlaqə nömrəsini dost tanışlarınızla da paylaşın və onlara da söyləyin ki, proqramımıza üzv olsunlar, qatılsınlar və Seyyid-i Şühada əleyhissalamı buyurub ziyarət etsinlər. Bizim üçün bir şərəfdir. Onların da və sizin kimi möminlərin də ismini Ya Hüseyn bayrağı üzərinə yazaq. Başda mən buradan salamı çatdırıram. Esselamu aleykə ya Abdullah. Esselamu aleykə ya Əbəlfəz Abbas. Allah qismət eləsin, tez bir zamanda biz də gərək hacətimizi istəyək ağalarımızdan. Və cəm arzusunda olanları arzu edirəm inşallah. Çox sağ olun. Bu həsrət sonu olsun.
Həqiqətən kim Allaha səmimi yönələrsə, Allah heç vaxt onu tək qoymaz. Allah qəbul etsin. İnşallah. Aygün xanım, sizin isminizi ailəniz adından da sizin niyyətinizə daxil olmaqla bayrağın üzərinə yazıram. Olar mı yoldaşımın adını qeyd edəsiniz, ora deyim. Gözümüz üstə, böyük məmnuniyyətlə. Aygün, bir də Ramil yazarsınız inşallah. Allah hamınıza razı olsun. Allah qəbul etsin inşallah. Bəli, yazdım Aygün Haqverdiyeva və Aydın bəy ailəsi tərəfindən Allah niyyətinizi qəbul etsin inşallah. Aydın yox hanım, Aydın yox. Aydın yox, Ramil. 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 Ramil bəy. Bəli, Ramil. Gözəl bacımız, siz bizim bu şəbəkəyə qoşuldunuz, abunə oldunuz. İnşallah maddi yardımlarınızı, dəstəklərinizi də əsirgəməyin. Allah Taala sizdən qəbul etsin və bunun müqabilində ən gözəl savablar şəklində sizə geri dönüşdürsün savabını. Bir daha zənginizə görə təşəkkür edirik. Bu proqrama zəng edib, ziyarət edən, niyyətini bölüşən, bu müqəddəs media yoluna dəstək verən bütün möminlər üçün bu müqəddəs fəzadan duaçıyıq. Çox sağ olun ki, dəstəklərinizi, yardımlarınızı əsirgəmirsiniz və Zəhra mediasına və öz proqramınıza, öz medianıza yardımcı və dəstəkçi olursunuz və Əhl-i Beyt nurunu yaşadırsınız. Allah Taala ziyarətlərinizi qəbul, niyyətlərinizi hasil, ruzilərinizi də bollu bərəkətli etsin inşallah. Qəlblərinizi Əhl-i Beyt nuru ilə dolu etsin. Və bu müqəddəs fəzadan duaçıyıq sizlərə və bu Allaha üst tutaraq deyirik, İlahi. Bu gecəni İmam Zeynəl Abidinin mövludu xatirinə bizim üçün rəhmət gecəsi, bağışlanma gecəsi və dualarımızın qəbul gecəsi qərar ver. İlahi amin, ya Rəbbəl aləmin. Hal-hazırda canlı yayımda zənglərinizi gözləməkdəyik. Buyurun müqəddəs Kərbəla fəzasına zəng edin və dualarınızı bu müqəddəs fəzadan dinləndirin. Uzaqda da olsanız ziyarət edin. Çünki Həzrəti İmam Cəfər Sadiq əleyhissalamdan tövsiyə olunan rəvayətdə də Həzrət bunu buyurur ki, kim uzaqda da olarsa, hündür bir yerə çıxaraq, oradan üzü qibləyə duraraq, üzü qibləyə və əli sinəsi üzərində duraraq Həzrəti Seyyid-i Şühədə əleyhissalama salam versin. Sallallahu aleyk ya Əb Əbdillah 3 dəfə deyə bilər. Allah ziyarətinizi qəbul etsin. İnşallah bu səbəb olar ki, huzuri şəkildə gəlib, məhz belə bir gözəl, müqəddəs fəzadan huzuri şəkildə ziyarət edəsiniz. Digər bir bağlantımız var. Buyurun. Sədaqət xanım Seyyidova Azərbaycandan. Buyurun, dinləyirik sizi. Salam aleyküm, axşamınız xeyir olsun, vaxtınız xeyirli olsun. Aleykümselam və rəhmətullah proqramımıza xoş gəldiniz. Buyurun, ziyarət edin. Esselamu aleyküm Əbə Əbdullah. Esselamu aleyküm yəbnə Rəsulallah. Esselamu aleyküm yəbnə Əmirullah. Minə həbnə Fatimə Zəhra. Seyyidun İsmail aləmə rəhmətullah bərəkatuh. Mən imamlarımızı, İmam Hüseyin ağanı, Əbülfəz ağanı, Zeynal Abidin imamımızı bu əziz mübarək günləri münasibətilə təbrik edirəm. Allah Taala bizə də nəsib eləsin. Tez axımlı olsun. 3 dəfə 4 dəfə gəlmişəm. Yenə də axımlı olsun. Yenə də gəlim o gözəl məqamı ziyarət eləməyə. Allah sizləri də çox sağ olun. Allah sizdən də razı olsun ki, bizim üçün şərait yaradırsınız. Bu gözəl məkanlarda sesimiz gəlir. Çox sağ olun. Allah sizi var eləsin. Çox sağ olun. Təşəkkür edirik gözəl dualarınız üçün. Sizin dualarınıza qoşularaq biz də ilahi amin deyirik. Tezliklə dualarınız müstəcab olsun. Çox sağ ol, Allah sizdən razı. Mənim sizdən bir dənə ricam var. Mənim bir dənə ən yaxın bir bacım vardı. O zəng eləyə bilmədi. Ancaq məndən xahiş elədi ki, mən sizə onların adını deyim, bayrağa yalvasız. Mən sizdən bunu rica edirəm. Çox gözəl. Sədaqət xanım Seyidova, buyurun adları deyin. Ya Hüseyin Mübarək bayrağı üzərinə adlarını yazarıq. Amma öncədən sualım budur ki, siz yeni mi abunə oldunuz?
Yox, mən olmuşam abunə. Abunə Mənim olmuş. dostum da, bu bacım da abunə olacaq. Çox sağ olun. İnşallah abunə olmaq. Ona bir daha tövsiyə Lütfen. edin, dəstəkçi olsun, abunə olsun və öz maddi yardımlarını bu Əhl-i Beyt nurunu yaşatmaq üçün davamlı olsun, dəstəkçi olsun və yardım etsin. İnşallah, inşallah baş üstə. Mən bunu da ona deyərəm. Özüm də abunəçiyəm. Hər zamandakı İmam Hüseyin ağanın qulluğunda hazıram. Biz çox istərdik ki, Allah bu qulluğunuzu, xidmətinizi davamlı etsin, daimi etsin. Bu dünyada Əhl-i Beytin ziyarətini və axirətdə də şəfaətini sizlərə nəsib etsin. Bir daha ricamız budur ki, bu əlaqə nömrəsini bildiyiniz dost tanışlara da göndərin və onlar da zəng etsinlər və ziyarətçi olsunlar. Olsun da bizə desinlər ki, Sədaqət xanım nömrəni verdi və siz həm bununla 2 bərabərdə savab qazanmış olursunuz. Həm onun niyyəti daxilinə, həm də onu yönləndirdiyiniz üçün. Allah ziyarətinizi bir daha qəbul etsin. Çox sağ. Mənə bir dənə bu dost bacımın adını yazarsınızmı bayrağı? Hal-hazırda bayrağa yaxınlaşıram və bir-bir adları qeyd edirəm. İlk öncə sizin adınızı qeyd edirəm. Sədaqət xanım. Yaxşı. Aha. Sizin adınızı ailəniz niyyətinə daxil olaraq qeyd edirəm. Yəni yazıram Sədaqət xanım və ailəsi. Yəni ailə üzvləriniz də bu ada, bu niyyətə, sizin niyyətinizə daxildirlər. Çox sağ. Allah razı olsun sənə. Allah Taala ürəyinizdəki nə mətləbləri var versin. O gözəl Möminə bacının da ismini buyurun söyləyin. Raziyə xanım. Raziyə xanım həmən bacımın adıdır. Yazdım. Digər ad? Digər ad Sabir bəy. Allah sizdən qəbul etsin bu dəstəyinizi, maddi yardımlarınızı bir daha ekibimiz adına təşəkkür edirik. Sağ olun. Bəli, digər bizi izləyən əzizlərimizə səslənirik. Bir anlıq huzur istəyirsinizsə, o huzur məhz burada. Gördüyünüz bu arxa fonda, gördüyünüz bu gözəllikdə Müqəddəs Seyyid-i Şühədə əleyhissalamın ziyarətgahındadır və məhz bu müqəddəs məkandadır. Bu tolerant şiyələr ölkəsindədir. Bilirik, hər kəsin qəlbi məhz Seyyid-i Şühədə əleyhissalamın eşqi ilə döyünür və ziyarət etmək istəyirsiniz. Bu fürsətlər, bu dəqiqələr, bu anlar məhz sizlər üçündür. Buyurun, dəstəkçi olun, yardım edin və Seyyid-i Şühədə əleyhissalamı ziyarət edin. Allah Teala bir daha ziyarətlərinizi qəbul etsin. Digər bir bağlantımız varmı? Səriyə xanım Babayeva, Azərbaycandan. Selamun əleykum. Səriyə xanım Babayeva, buyurun Azərbaycandan. Salam xanım. Əleykum əssalam. Axşamınız xeyir olsun. Bayramlar sizə mübarək olsun. Çox sağ olsun da bayramınız mübarək olsun. Həmişə bayramlar içində olasınız. Təşəkkür edirik. Allah Buyurun, sizdən ziyarət qabul edin. etsin. Bir də salam deyim. Buyurun, deyin. Esselamu aleykə ya Aba Abdullah. Esselamu aleykə ya ibnə Resulullah. Esselamu aleykə ya ibnə Əmirəl Müminin. Və ibnə Seyyidil Vəsiyyin. Esselamu aleykə ya ibnə Fatimətə Seyyidəti Nisa'il Adəm. Esselamu aleyküm ya Sərəllahi və ibnə Sabi. Vel vitrel mehdud. Esselamu aleyküm ya ələl ərvahilleti hallet bi xinat. Aleyküm minni cəmiən selamullahi əbədən ma bəğiyyətü və bəğiyyən leyli və nəhar. Hamısını bayram münasibəti ilə təbrik edirəm. Hamısının şəfaətçi olsun bizə də. Səriyə xanım, ziyarətiniz qəbul olsun. Umarıq və diləyirik ki, ümid edirik ki, bu müqəddəs fəzada huzur tapan mələklər də sizin dualarınıza ilahi amin deyir və əli dolu bu müqəddəs fəzadan nəsibiniz olsun inşallah. Abunə oldunuzmu Səriyə xanım? Yazın, mən tək məni yox, ailəmi də yazın. Bizim bütün ailəmizi də yazın. Olar. Səriyə xanım Babayeva ya Hüseyin bayrağı üzərində adınızı yazarıq və sizdən də Zəhra TV mediasına üzv olmağı arzu edirik. Lətif Əzizə yaza bilərsiniz. Bağışlayın, dinləmədim. Bir daha olur da təkrar edərsinizmi? Lətif Əhmədov, Lətif Əhmədov, Əzizə Cabbarov. Yəni qızımla bacım olur.
Əzizə Cabbarova. Hə, hə. E, Hə, çox sağ olun. Ekip arkadaşlarımız sizə lazımi bilgiləri verəcəklər. Maddi dəstəklərinizi, yardımlarınızı məhz Kərbəlaya yönəltmək üçün yollarını sizə söyləyəcəklər. Səriyə xanım, sizdən bir daha xahişimiz budur ki, əlaqə nömrəsini bu müddət boyunca əlaqə nömrəsini dost tanışlarınıza göndərin və onlara söyləyin, Zəhra TV mediasına zəng etsinlər, abunə olsunlar, dəstəkçi olsunlar, Əhl-i Beyt yolunu, bayrağının dalğalanmasına kömək olsunlar və özlərini də, adlarını da Əhl-i Beyt bayrağı üzərində yazılmasına və bu yolda daim Əhl-i Beytin yar-yavərləri olmasına səbəb olsunlar. Bu onlar üçün bir baqiyyət-ü salihatdır. Hə, oxuya deyərəm, dost tanışlarım. Və adlarınızı Alaram. bayraq üzərinə yazırıq. Allah sizdən razı olsun. Bir daha ekibimiz adına zəng etdiyiniz üçün, dəstəkçi olduğunuz üçün təşəkkür edirik. Allah abunəliyinizi, maddi yardımlarınızı, dəstəyinizi bir daha sizdən ən ali dərəcədə qəbul etsin və bu əməl sizlər üçün axirət savabına çevrilsin və evinizə də bərəkət gəlsin inşallah. Söylədiyimiz kimi, əziz izləyicilər, bir anlıq huzur istəyirsinizsə, o huzur məhz burada, Kərbəlada, canlı yayım efir dəqiqələrində bu fürsətlər sizlər üçündür. Digər bir bağlantımız var, buyurun. Minayə Vəliyeva Azərbaycandan. Selamun əleykum. Aleyküm salam, aleyküm salam. Axşamınız Sağ xeyir olun, olsun. var olun. Canlı yayıma xoş gəldiniz. Hoş gününüz olsun inşallah. Sağ olun. Minayə xanım, buyurun ziyarət edin. Salam olsun Kərbala torpağına. Salam olsun ağam Əbülfəz ağaya. Salam olsun İmam Hüseyin ağaya. Salam olsun İmam Həsən ağaya. Salam olsun Həzrəti Fatıməyə. Salam olsun Həzrəti Zeynəbə. Salam olsun Həzrəti Səkinəyə. Salam olsun Həzrəti Rüqayyəyə. Salam olsun 72 Seyyid-i Şühədalara. Salam olsun 14 Məsumam. Salam olsun 12 imama. Salam olsun 5 kimsəməyə. Salam olsun bütün Əhl-i Beytlərə. Salam olsun. Sağ olunuz, var olunuz inşallah. Allah ziyarətinizi qəbul etsin. Minayə xanım, siz Sağ olun. abunə olmusunuzmu verilişimizə? Abunə oluram, bəli. O zaman ekip arkadaşlarımız sizə lazımi bilgiləri yönlədəcəklər. Allah bir daha ziyarətinizi qəbul etsin və daim Amin inşallah. Əhl-i Beyt yolunda xidmətdə olasınız. Allah sizdən bu xidməti əli dərəcədə qəbul etsin və müqabilində hacətləriniz də Amin. müstəcab olsun. Minayə xanım, lütfən Amin əlaqə inşallah. nömrəsini dost Evet. tanışlarınızla da paylaşın və onlara da söyləyin, verilişə zəng etsinlər, abunə olsunlar, İnşallah, dəstəkçi inşallah. olsunlar və adlarını Əhl-i Beyt dəftərində yazsınlar və qiyamət günündə də ən İnşallah. ali şəkildə Allah Teala onlara İnşallah. savablarını geri dönüşdürsün. İnşallah. İnşallah. Adımızı da yazarsınız o bayrağımıza. Bəli, İnşallah. adınızı Qurban olum o yazırıq. bayrağa. Qurban olum o bayrağa. İmam Hüseyin bayrağına qurban olun. Allah Teala inşallah qəbul eləsin inşallah. Abunəliyiniz qəbul olsun, dəstəyiniz qəbul olsun. Minayə xanım Vəliyeva, adınızı mübarək Ya Hüseyn bayrağı üzərində yazdıq. Əziz izləyicilər, hər zaman bu mübarək fəzanı bir anlıq da olsa görmək istəyirsinizsə və bu canlı yayıma davamlı şəkildə dəstək olmanızı arzu edirik. Bu yolda mənəvi rahatlıq tapmaq istəyirsinizsə və o məkan məhz bura, yalnız Zəhra TV mediasıdır. Bu media illərlədir, o ilin 12 ayı boyunca fasiləsiz olaraq sizlərə həm canlı verilişlər, proqramlar təqdim edir, canlı anlar təqdim edir sizə.
Bu sizlərə buradan mühərrəmlikdə, səfərdə olan mərasimləri, təziyyələri canlı şəkildə sizlərə təqdim edir. Bilirik ki, bütün əziz izləyicilər, bir anlıq buranı görməsəz siz çox darıxacaqsınız. Elə isə bu Əhl-i Beyt nurunun davamlı şəkildə olmasına dəstəkçi olun. Zəhra TV mediasına yardım edin. Bu nurun sönməməsinə siz xidmət edin, siz qoruyun. Bu sanki bir şəmdir, yanan bir şamdır. Yanan bir şəmin sönməməsi məhz sizin əlinizdədir. Bilirik ki, əgər bir anlıq buranı görməsə, təsəvvür edin ki, bir anlıq bu saat, bu dəqiqələr yoxdur. Hər yer qaranlıq, sükut içindədir. Siz çox üzüləcəksiniz. Çünki məhz darıxanda, müşkülə, problemə uğrayanda insanların tapınacağı yer, məkan məhz bura. Müqəddəs Kərbəla fəzasıdır. Biz burada sizlərə daim xidmətçiyik. Bu müqəddəs canlı yayım saatlarında, anlarında sizlərin zənglərinizi və maddi-mənəvi dəstəklərinizi gözləyirik. Bu dəstəklər hamısı sizlər üçün bir xidmətdir, sizlərə üçün bir tarixdir, tarixə yazılan bir anlardır ki, qiyamət günündə siz də deyə biləsiniz ki, biz də Əhl-i Beytdən idik, Əhl-i Beytin yar-yavərlərindən idik. Siz də olmasaz da, o keçmiş tarixin o səhifələrində olmasaz da, amma bugün, indiki dövrümüzdən o gələcək, o keçmiş dövrə deyə bilmək üçün Ləbbeyk ya Hüseyn, məhz indiki dövrdə çalışmaq lazımdır. Dəstəkçi olmaq lazımdır. Bu nurun sönməməsinə qoymaq lazım olmaz, icazə vermək olmaz. Buyurun, zəng edin, abunə olun, bu mənəvi fəzadan zənglərinizi gözləyirik. Bağlantımız var mı? Zivər xanım Cəlilova. Buyurun, selamun əleykum. Qızım, axşamınız xeyir. Sizin də axşamınız xeyir olsun. Allah ömür versin. Bayramınız mübarək olsun Zivər xanım. Xoş gəldiniz Kərbəlanın mənəvi fəzasına. Kollektivinizi də təbrik edirəm. Allah hamınızı qorusun. İmam Hüseynin şəfaəti üzərinizə olsun. Cümləmizdən inşallah. Bu kanalı inşallah. açmışsınız. Biz baxırıq hər gün. Allah köməyiniz olsun. Çox gözəl kanaldır. Daim olsun inşallah. Buyurun, ziyarət edin. İstəyirəm, mənim də adımı İmam Hüseyin bayrağına yazasınız. Sizə zəhmət. Bizə rəhmətdir. Böyük məmnuniyyətlə yazarıq. Siz ilk öncə ziyarət edin. Zəhmət olmasa. Yazarıq. Rəhmətdir bizə. Yazarıq. Siz buyurun, ziyarət edin. Zəhmət deyirəm. İmam Hüseynin şəfaəti olsun. Bugün İmam Zeynalabdin ağanın da mövlududur, Həzrət Abbasın mövlududur. Sizləri təbrik eləyirəm. Allah onların ziyarətini bizə də qismət eləsin. Mənə də Sədaqət xanım verdi nömrəni, Kərbəlayı Sədaqət xanım. Çox sağ olsun Kərbəlayı Sədaqət xanım, bir daha ona özəlliklə təşəkkür edirik. Çox arzu edirik ki, siz də bu şəkildə Sədaqət xanım kimi digər bir iştirakçılara, tanışlarınıza nömrəni verəsiniz, əlaqə nömrəsini və söyləyəsiniz, zəng etsinlər, abunəçi olsunlar. Allah razı olsun. Allah sizin kanalınızı daim eləsin. Rəhbərinizə də təşəkkür edirik. Yaxşı ki varsınız. Biz də bu kanalın vasitəsilə İmam Hüseyin ağaya dualarımızı iletirik. Şəfaəti üzərinizə olsun, nur bərəkəti üzərinizə olsun. Cümləmizdən inşallah. Allah sizi var eləsin. Sizin də isminizi mübarək bayraq üzərinə yazıram. Çox sağ olun, çox sağ olun. Ailəmi də yazın, zəhmət olmasa. Zivər xanım və ailəsi. Ailənizi də sizin niyyətinizə daxil edirik. Çox sağ olun. Bir daha zənginiz üçün, dəstəyiniz üçün. Əslində, əzizlərimiz, bu proqram, bu veriliş sizin nəfəsinizlə isinir. Sizin varlığınızla canlanır. Gəlin, hər gün olduğu kimi ədəb qaydasınca zəng edək, Seyyid-i Şühədə əleyhissalama salam verək. Hamınızın pənahı olan, hər kəsin bir ümid yeri olan Rəbbani bir sahibə, Həzrəti Seyyid-i Şühədə əleyhissalama, Həzrəti İmam Məhdi sahibə zaman əleyhissalama və məhz bu mübarək fəzadan salam göndərək. Bizi görüb də gələ bilməyən, qəlbi burada olanların da adından hamılıqla birlikdə deyək. Əssəlamu aleyk ya Adəmə, varisə Adəmə, səffətəllah. Digər bir bağlantımız var. Buyurun. Və
Həbibə xanım Rəhimova Azərbaycandan selamun əleykum. Selamun aleyküm. Ahadova. Rəhimə xanım Əhədova. Yox, Həbibə xanım. Həbibə xanım Əhədova. Bağışlayın, üzr istəyirik bir anlıq. Buyurun, ziyarət edin. Esselamu alel Hüseyin. Ve ala Ali ibn Hüseyin. Ve ala evladil Hüseyin. Ve ala ashabil Hüseyin. Ağacan yine bize nazar et. Ağacan balalarımızı da çağır. Bütün isteyenleri çağır. Bizi de çağır ağacan. Kalbimiz eşkten titrir. Ağanın eşki kalbimizi dağıtır. Xahiş ederim sizden. Ben çok heyecanlıyım. O bayrağa bizim adımızı da yazın. Bir yoldaşımın Əhədov Tahir, oğlumun Əhədov Samir, Əhədov Şair, Yeznəmin Fərəcov Əfladdin. Onların adını da yazın o siyahiyə. Fərəcov Əflatun. Ağanın pərçəmimə. Əflatun. Əfladdin. Əfladdin. Əfləddin. Ümumi də xanımların da adını Zəhra Salamullah Aleyhanın adından yazın. Zəhranın nökərləri. Həzrəti Zəhranın nökərləri, balaları. Hamımız istəyirik yenə gələk. Ağa hamının yolunu aç, biz yenə gələk o ziyarətə. Bizi də abuna da eləyin ora. Çox gözəl. Adınızı müqəddəs Ya Hüseyn bayrağına yazıram və sizin niyyətinizə olaraq, daxil olaraq ailənizi də qeyd edirəm. Allah razı olsun. Mübarək bayrağın üzərinə yazdım. Allah bir daha ziyarətinizi qəbul etsin. Dualarınız da məqbul olsun. Zənginizə görə, dəstəyinizə görə, abunə olduğunuza görə təşəkkür edirik. Abunəliyiniz də mübarək olsun. Çox sağ olun, bayramınız mübarək olsun. Çox sağ olun. Sizinlə cümləmizdən Allah razı olsun əvvəla və cümləmizin duası məqbul olsun və cümləmizin də bayramı mübarək olsun. Çox sağ olun. Sağ olun. Əziz izləyicilərimiz, bizi izləyənlər və dinləyənlər, yetər ki, siz də 14.000 abunə proqramına qoşulun, zəng edin, üzv olun və bu Əbu Abdullah Hüseyn əleyhissalamın bayrağının dalğalanmasını da gələcək nəsillərə ötürülməsi üçün siz də bir xidmətçi, bir vasitəçi olun. Maddi, mənəvi yardımlarınızı və dəstəyinizi məhz bu şəbəkədən əsirgəməyin. Digər bir bağlantımız varmı? Zəhra xanım Qaradumanlı, Türkiyədən. Buyurun, selamun əleykum Zəhra xanım. Hoş gəldiniz proqramımıza. Hoş bulduk. Buyurun, ziyarət Selam edin Hüseyin Seydi ağama. Şühədə əleyhisselamı. Selam Hüseyin ağama, selamı Kərbela şəhidlərinə, 14 masuma. Ağam bizi də qəbul elə, anamla, mənlə, özümlə gəlim oraları ziyarət etməyə. Çox sağ olun, çox təşəkkür edərəm. Davet etdiniz, selamımızı da ilətdiniz. Allah ziyarətinizi qəbul etsin. Zəhra xanım, nə zamandandır Zəhra TV mediasını tanıyorsunuz, yəni izləyirsiniz? Oldum olası küçüklükdən bəri izləyirik, takip edirək. Çox sağ olun bu mənəvi dəstəyiniz üçün və sizdən ricamız budur ki, maddi dəstəyinizi də əsirgəməyəsiniz. Allah sizdən və bu dəstəyiniz də davamlı olsun. İnşallah əlimizdən gəldiyi qədər dəstəkçi olacaq.
Sizdən digər bir ricamız budur ki, əlaqə numarasını, ekranda gördüyünüz bu numaranı arkadaşlarınızla da paylaşın. Onların da Zəhra TV mediasına zəng etməyə və dəstəkçi, maddi mənəvi dəstəkçi olmasına səbəb olun, vasitəçi olun və bu ziyarətlər sizlər üçün də namə əməlinizə yazılsın. Bir daha təşəkkür Tabii edirik. ki. Mən təşəkkür edirəm asıl. Hər kəsə də yayıram. Çox təşəkkür edərəm. Minnətdarıq. Allah'a Şimdi emanet olun. Zəhra xanım isminizi bu mübarək Buyurun. Ya Hüseyn bayrağı üzərinə yazırıq. Rica etsəm anamın da adını yaza bilərsəniz. Olur. Morgül Qaraduman, o da çox istəyir. Zəhra xanım Karadumanlı və Nurgül xanım Karadumanlı bu abunəliyiniz də Morgül. mübarək olsun. Allah sizdən qəbul Sağ etsin. olasın. Bir daha maddi mənəvi dəstəyiniz üçün təşəkkür edirik. Sağ olun. Digər bir əlaqə bağlantısı varmı? Elə isə bir qədər gözləyək və yenə siz əzizlərimizə xitabən yetər ki, siz də 14 min abunə proqramına üzv olun və Zəhra TV mediasına qoşulun. Siz də maddi mənəvi dəstəklərinizi bu şəbəkədən əsirgəməyin, İslam maarifinə, özəlliklə Əhl-i Beytin nurunun daimi yayımlanmasına kömək edin. Bu media davamlı olsun deyə, daim İmam Hüseyn əleyhissalamın mübarək amalı yaşasın deyə, İmam Hüseyn əleyhissalamın bayrağı daim dalğalansın deyə və bu bayraq gələcək nəsillərə ötürülsün deyə Zəhra TV əleyhissalam mediasına üzv olun, abunə olun, yardımlarınızı əsirgəməyin. Zərbi bir türklərin gözəl bir zərbi məsəli var, deyir, bu çorbada sizin də duzunuz olsun. Sizin də adınız Əhl-i Beytin yar-yavərləri listəsinə yazılsın. Allah sizə bu xidmətlərinizi ən ali şəkildə, ən gözəl şəkildə həm bu dünyada, həm axirətdə savablarına əta etsin. Bu nura etdiyiniz yardımlar müqabilində Allah Teala da sizə yardımcınız olsun. Bu müqəddəs yol, bu müqəddəs amal sizləri İmam Zaman Ağa əleyhissalamın nehzətinə doğru aparan bir yoldur. Və ən önəmlisi olan məsələ isə ən etibarlı yoldur. Burada məhz Əhl-i Beyt marifi konuşulur. Burada əsla siyasi söhbətlər konuşulmur. Əsla ləhv-lə'ab olan, müziklə aranjman edilmiş məddahlıq paylanılmır, yayımlanmır. Bura çox etibarlı bir şəbəkədir. Burada haqq kəlamlar söylənilir. Siz də bu haqq kəlamları söyləməsinə bir yardımcı olun, dəstəkçi olun. Söyləməyin ki, bizim bilgimiz yox, məlumatımız yox. Bunun üçün bilgi, məlumat lazım deyil. Bunun üçün yalnız dəstəkçi olmaq lazımdır. Allah Teala nəzərində hər bir zərrənin bir qiyməti var. Necə ki, Zilzal surəsində söyləyir, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَةٍ شَرًّا يَرَهُ. Yəni, hər bir zərrənin, hər bir xidmətin dəyəri Allah qatında məqbuldur və əcri savabı böyükdür. Elə isə siz də yardımcı olun, dəstəkçi olun və bu müqəddəs fəzadan zənglərinizi gözləyirik. Ekip arkadaşlarıma sormaq istiyorum, əlaqə bağlantımız varmı? Hələlik əlaqə bağlantımız yoxdur. Bu nədənlə söhbətimizi yenə də siz əzizlərimizə xitabən davam etdirmək istəyirik. Söylədiyimiz kimi bu yol sizləri İmam Zaman Ağa əleyhissalamın nehzətinə doğru götürən, aparan ən etibarlı bir yoldur. İllərlədir bu mediadan yalnız və yalnız Allahın və Əhl-i Beytin mübarək kəlamları bəyan edilir. Bu media tam etibarlı bir mənbə olaraq daim xidmətinizdə olmaqdadır və biz istərdik ki, yardımlarınızı, maddi dəstəklərinizi əsirgəməyəsiniz ki, bu yolda biz sizlərlə birlikdə yürüyə bilək, addımlaya bilək və davamlı olsun. Bura siz Əhl-i Beyt aşiqlərinə ən etibarlı yayım mediasıdır. Bura sizin öz eviniz kimi əminamanlıq məkanıdır. Çünki müqəddəs Kərbəla torpağı hamı bilir, xüsusilə Seyyid-i Şühədə əleyhissalamın mübarək ziyarətgahına gələn zəvvarlar bilir, bu müqəddəs Kərbəla necə aramlıq, hüzur, əmin-amanlıq məkanıdır. Digər bir bağlantımız var. Buyurun,
Yaman xanım Əliyeva, selamun aleyküm. Aleyküm assalam. Hoş geldiniz canlı yayınımıza. Buyurun ziyaret edin. Sağ ol. Esselamu ala Hüseyin ve ala Ali ibn Hüseyin ve la evlad Hüseyin ve la ashab Hüseyin. Esselamu aleyke ya Ebel Feziyatlar. Esselamu aleyke ya İmam Sessad Aleyhisselam. Esselamu aleyke sevinen babası Muhammed Ali Mustafa. Sevinen atası Aliye Mürteza. Sevinen anası Hanım Zehra Salamullah. Onun əziz qardaşı Həsən el-Müstəba. Daim sağlıqla əsir olan bacısı Xanım Zeynəb. İzləyən bugün bayramları, qardaşlarının bayramının mübarəki onlara da olsun, bizlərə də olsun. Allah ziyaretinizi kabul etsin. Zəng etdiyiniz üçün təşəkkür edirik. Yemen xanım, abunəçi olmusunuz mu? Bəli. Allah bu ziyaretinizi de, bu desteğinizi de sizden en âli derecede kabul etsin. Yaman Hanım, sizden ricamız budur ki, əlaqə nömrəsini dost tanışlarınıza göndərəsiniz. Olur da bu işi bizler için bir xidmət olaraq edə bilərsinizmi? Olur, hamımız eləyirik. Hamımızın burada istəyirik. Gözəl verilişdir. Daim baxıram. Mən elə namazlarımı Kərbəlanın namazı ilə onlarla qoşuluram. Düzdür, sən namazı da olmasa, onlar qılan vaxt mən də namazımı qılıram, dualarımı eləyirəm. Allah kabul etsin sizden. İsminizi de bu mübarek bayrağın üzerine yazıram. Çok sağ olun. Bilirik ki, bütün əzizlərin qəlbi buradadır. Məhz Şühada əleyhissalam işqi ilə döyünür. Yaman xanım və ailəsinin niyyətindən. İsmini Ya Hüseyin mübarək bayrağı üzərində yazdım. İnşallah Allah ondan bu abunəçiliyini və maddi mənəvi dəstəyini ən ali dərəcədə qəbul etsin. Bir daha təşəkkür edirik və digər əzizlərimizə xitabən və müraciətlə Zəhra mediasına maddi mənəvi dəstək olmasını arzu edirik. 14.000 abunə proqramına zəng edin. Öncə İmam Hüseyin əleyhissalama və digər sevdiyiniz imamların və Əhl-i Beyt əleyhissalamların, seyidlərin, şəhədaların, siddiqlərin, bir varisləri də yad edin, ziyarət edin və canlı yayım dəqiqələrini öz xeyrinizə dəyərləndirin. Tezliklə Allah Teala sizləri bu dünyada və axirətdə bu dünyanın və axirətin maddi mənəvi saadətinə nail etsin inşallah. Və rəhmətə gedənlərin ruhunu da yad edək, şəhidlərimizin də zikrini dilimizdə olsun, yad edək və onlara da ruhlarının şad olmasını bu mübarək fəzadan diləyək ki, bunlar da bu dəqiqələr də, bu yadlar da bir baqiyyəti salihatdır. Şaban ayındayıq və məhz Kərbəlanın canlı yayım fəzasından yayımlanırıq. Bu zənglərinizə, sizin zəngləriniz verilişimizə daim qat-qat dəyər qatır. Şaban ayınız bir daha mübarək olsun və bu ay Əhl-i Beyt sevgisini, dua və mərhəmətin ayıdır. Şaban ayında etdiyiniz bu xidmətin dəyəri 2 qat artır, 2 qat dəyərləndirilir. Allah xeyirli niyyətlərinizi qəbul etsin. Zəng edən bütün əzizlərimizə də təşəkkür olaraq ki, Allah bu zənginizi İmam Zamanın zuhuruna yaxınlaşdıran əməllər sırasında qərar versin. Bu zənginiz İmam Zamanın intizar yolunda atılan bir addımdır. Digər bir bağlantımız var. Nurgül Qaradumanlı Türkiyədən. Selamun aleyküm. Esselamu aleyküm ve rahmetullah. Hayırlı akşamlar. Size de hayırlı akşamlar. Amellerinizi, dualarınızı inşallah. Siz cümlemizden Allah kabul etsin. Şabaniye bayramları size de kutlu olsun inşallah. Amin. Amin inşallah. Cümlemiz için hayırlı olsun. Kutlu günler, bu kutlu güzel günler hepimiz için hayırlı olsun inşallah. Buyurun Nurgül Hanım, ziyaret edin. Seyyid-i Şühədə əleyhissalamı və sevdiyiniz imamları, bu müqəddəs fəzanın canlı yayımı sizlər üçündür. Buyurun, dinləyirik sizi.
Esselamu aleyküm ya Ebu Abdullah ve rahmetullahi ve berekatü. Selam olsun İmam Hüseyin ağama, Kerbela şehitlerine İmam Hüseyin ağamın, o əziz evlatlarına, Kerbala'nın o əziz şehitlerine Allah'ın selat ve selam üzerlerine olsun. Onların yüzü su hürmetine Rabbim zamanımızın ağasının zuhrunu acil eylesin. Dünyamıza, bütün insanlığa yardım etsin, hacet versin. Herkesin hacetini, dualarını kabul etsin inşallah. Ağamızın da zuhrunu acil eylesin. Cümlemize de yardım etsin. İlahi İmam amin. Hüseyin ağamızın yüzü su hürmetine inşallah. İlahi amin. Biz de sizin bu dualarınıza katılarak bu müqəddəs fəzadan ilahi amin deyirik. Nurgül Hanım, abunə olmusunuz mu? Abone oldum, oldum. Allah kabul etsin bu abunəliğinizi və maddi mənəvi dəstəyinizi. Sizin bu zənginiz bizlər üçün bir mənəvi dəstəkdir. Allah sizdən razı olsun inşallah, yardımçınız olsun inşallah. Nurgül Hanım, sizdən bir digər ricamız budur ki, əlaqə numarasını arkadaşlarınızla da paylaşın. Onlar da zəng etsinlər, abunəçi olsunlar və onlar da mənəvi və maddi yardımlarını bu Zəhraf mediasından əsirgəməsinlər. Allah razı olsun. Amin. Tabii yaparım. İsmimi yazdınız inşallah. O yazıyı çekip bana atarsanız Allah sizden Şimdi razı olsun. isminizi Rabbim ya sizlerin de Hüseyin, hacetini versin. Sizlerin de razı olsun ki böyle bizlere yani yardım edirsiniz. Bizler bile ulaştırırsınız. Allah sizlere de yardım etsin cümlemize. Rabbim ağamız bizi oralara istesin. Biz de gele ziyaretlere inşallah. Nurgül Cümle Hanım insanlara Karadumanlı yardım etsin isminizi bizlere. mübarək Ya Hüseyin bayrağına yazdım. Allah abunəliyinizi, maddi mənəvi dəstəyinizi sizdən kabul etsin. Bir daha zənginiz Amin. üçün təşəkkür edirik. Sağ olun. Digər bir iştirakçımız varsa, zəngimiz varsa, zəngini ala bilərik. Süreyya Hanım Mailova, buyurun. Selamun aleyküm. Selamun aleyküm. Selam. Aleyküm selam. Akşamınız hayırlı olsun. Bayramınız da kutlu olsun inşallah. Bəli, sizin də axşamınız xeyir olsun. Bu günləri Əbülfəzl Əbbas Ələmdar, Babel Həvaicin anada olan günü. Allah Teala cəmiyən mömin xanımları, cəmiyən İslam aləmində Əhl-i Beyt aşıqlarını təbrik edirəm. Çok Allah sağ olun. Teala- Bu gecede Hazreti İmam Zeynel Abidin aleyhisselamın mübarek mevludu akşamıdır. Bu da bir nurani bir gecedir. Buyurun bu nurani gecede salamlarınızı Əhl-i Beytin xidmətinə məhz bu müqəddəs fəzanın canlı yayımından yetirin. Dinləyirik sizi. Allah qorusun sizləri, Allah var edəsin. Bəli, cəmi imamlarımızı salamlayıram. Birinci başta olmaq Həzrət Əli Aleyhisselamla cəmiyyən övliyalarını. Esselamu ala Hüseyin və ala Ali ibn Hüseyin və ala Əshabul Hüseyin və ala Evladul Hüseyin. Esselamu aleyküm Əba Abdullah, Esselamu aleyküm yəbnə Rəsulallah, Esselamu aleyküm ibn Əmirəl Mömininə və ibn Seyyidəl Vəsir, Esselamu aleyküm ya Fatımətə Zəhra və onun gül balaları, ya İmam Həsən-i Müştəba və Əliyəm Məvla İbn Əbi Talib atıfları, Allah Teala cəmiyyən imamlarımızı, onki imamlarımızı, inşallah İmam Zaman ağamızın zuhurunu Allah Teala cəm bəndələrinə xidmət eləsin, mömin bəndələrinə. Kərbəlayı Allah Teala hamıya xidmət eləsin, inşallah. Allah'ın köməkliyi. Sizlərə də var kızım. Allah qorusun sizləri. Teşekkür edirik. Dualarınız kabul olsun. Allah Teala dualarınızın ecri savabını size en güzel şekilde geri dönüştürsün inşallah. Süreyya Hanım, abunəçisiniz mi? Bəli, abunə olmuşuq, amma nezir göndəriciyik. Hələ bizə kart gəlməyib, məsələn. Ekip arkadaşlarımız, telefonu kapatmayın. Ekip arkadaşlarımız size lazımi bilgileri, məlumatları verəcəklər. Mən isə sizin adınızı bu mübarək Ya Hüseyin bayrağı üzerine yazıram. Yazın xanım, xahiş edirəm sizdən, bağışlayın, üzr istəyirəm sizdən. Mənim həyat yoldaşım tezəliklə rəhmətə gedib, 40 tezə çıxıb, onun adını da yazar. Allah rəhmətə gedən bütün ölülərin ruhunu şad etsin və məzarı nurla dolsun. İsmini yazarıq. Buyurun söyləyin. İsmi Vəhhabdır, Vəhhab. İsmi
Bir də ki, uşaqların adını yazın qızım. Pirxanla İsmail. Süreyya xanım, isimlər yazıldı və sizin niyyətinizə daxil edildi və yazdıq ki, və ailəsi. Yəni tamamilə ailəsi yazanda bu sizin niyyətiniz ailəsinə də daxildir. Sağ olun dəstəyiniz üçün. Bildiyimiz kimi, söylədiyimiz kimi Şaban ayı dua və mərhəmət ayıdır. Şaban ayında etdiyiniz bu xidmətlər 2 qat dəyəri Allah qatında hesablanır. Allah Teala etdiyiniz bu zənglərinizin İmam Zamanın zühuruna yaxınlaşdıran əməllərdən qərar versin və bu zənginiz İmam Zamanın intizar yoluna atılan bir addımlardan olsun və daim ağanın xüsusi duası halınıza şamil olsun inşallah. Digər bir bağlantımız var. Təxmirə xanım Həsənova, buyurun. Selamun aleyküm. Salam aleyküm Kərbalaya, salam olsun bizim 12 imamlarımıza, salam olsun hanımlarımıza. Bəli, ben Təxmirəyəm. Buyurun bir daha Seyyid-i Şühədə aleyhissalamı və sevdiyiniz imamları ziyarət edin. Bu müqəddəs fəzada... Bəli, eləyirəm, hamısına salam deyirəm, hamısına mən salavat çəkirəm ruhlarımıza, bizim bütün imamlarımıza, bütün şəhidlərimizə, bütün xanım Fatmaya, 12 imamlarımıza baş əyirəm, salam göndərirəm, bütün həyəcanlıyam, bağışlayıb bacı. Allah bağışlasın. Hörmətlə yanıqdır. Təxmirə xanım, yəqin ki siz də istərsiniz ki isminizi Ya Hüseyin bayrağı üzərinə yazım və sizdən digər bir istəyimiz odur ki əlaqə nömrəsini dost tanışlarınızla da paylaşın, onlara da söyləyin, zəng etsinlər, abunə olsunlar. Zəhra TV mediasına maddi və mənəvi dəstəkçi olsunlar. Bəli, bəli, mən istəyirəm balalarıma quvvatçı olun, balalarım, 4 balam var. Allah onları korusun, hifz etsin. Bu müqəddəs fəzadan onlar üçün də duacıyıq və isminizi Allah ziyarətinizi qəbul etsin və isminizi Ya Hüseyin mübarək bayrağı üzərinə yazıram. İsimləri qeyd etdik. Allah Teala da bu maddi mənəvi dəstək göstərən bütün əzizlərimizin arzu diləklərini ən gözəl şəkildə bihaqqı Seyyid-i Şühədə aleyhissalama xatir, bihaqqı İmam Səccad ağa aleyhissalama xatir qəbul etsin və onlara ən gözəl şəkildə savablarını geri dönüşdürsün. Bütün əzizlərimizin qəlbi buradadır və zəng edib edə bilməyən və lakin qəlbi burada olanların tərəfindən də biz bir daha niyabət qəsdi ilə söyləyək. Əssəlamu aleykə ya Adəmə səffətəllah. Əssəlamu aleykə ya varisə Nuhin nəbiyyəllah. Əssəlamu aleykə ya varisə İbrahimə xəlilullah. Əssəlamu aleykə ya varisə Muhammedin Habibəllah. Allahümmə salli alə Muhammedin və ali Muhammed və əccəl fərəcəhum. Digər bir bağlantımız varsa zəngi alaq. Zəng bağlantısı yaranana qədər siz əzizlərimizə xitabən adətən evlərdə mənəvi işlərin yükünü analar, xanımlar daşıyır. Kişilər həmişə çörək dalınca qaçırlar, zəhmət çəkirlər, amma xanım evdə hər xırdalığa diqqət yetirən və evin nəzm-inzibatını qoruyan və diqqətdən yayınan məsələləri xatırladan olublar. Xanımların zəhməti daha böyükdür. Məsələn, söyləyərlər, ay kişi, ayın əvvəlidir, sədəqəni unutma və ya məhsulun zəkatını ödəməyi unutma və ya filan niyyətimizə ehsanımız var, yadından çıxmasın. Yəni, xeyr işlərin hərəkət vericisi, qüvvəsi çox vaxt məhz xanımlar olub. Bugün də sözümüzü elə bu mənəvi idarəçilərə, evin idarəçilərinə yönələrək söyləyirik. Mənəvi idarəçilik deyəndə qədim bir hekayə yadıma düşür.
Deyirlər Həzrəti Yusif əleyhissalamı bazarda kömələ kimi satışa çıxaranda padşahlar qızıl kisələri ilə gəliblər onu almağa. Birdən hamı baxır görür ki, ayaqları əsə-əsə bir qoca qadındır, əlində bir iplik yumaq tutaraq o da sanki Yusifi almağa gəlir. Hamı ona gülür. Deyirlər burada padşahlar qiymət verir. Sən bu bir ipək yumaqla Yusifi mi almağa gəlirsən? Qoca qadın çox məntiqli bir cavab verir və deyir, bilirəm Yusifi mənə verməyəcəklər, sərmayəm çox azdır. Amma gəldim ki, adımı Yusifi almaq üçün yazılanların siyahısında yazılsın. Xanımlar, bəylər, bu bir 10 dollarlıq abunə, təqribi olaraq bir qiymət deyirəm. 10 dollarlıq abunə bəlkə də bir axşam yeməyinin puludur. Bəlkə də peyk xərcləri yanında kiçik görünür. Amma bu iş sizin ip yumağınız kimidir. Həmin o qoca xanımın misalındakı kimi. Burada sizin də adınız yazılsın. Bu türklər misalı dediyimiz kimi bu çorbada sizin də bir duzunuz olsun. Ki siz də bu Əhl-i Beyt nurunu yaşadanlardan, xidmət edənlərdən olasınız. Daha bəhanə olmasın deyək ki, biz ki o qədim zamanlarda yaşamadıq ki, Əhl-i Beytə yardım edək. Amma bu zamandan ləbbeyk ya Hüseyn deyə bilərik, dəstəkçi ola bilərik. Digər bir bağlantımız var. Selamun əleykum. Rəhimə Əli İraqdan. Buyurun, selamun əleykum. Aleyküm selam. Buyurun, ziyarət edin Seyyid-i Şühədə aleyhissalamı. السلام عليك يا أبا عبد الله وعلى أخيك أبا الفضل العباس. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. نبارك إمام المهدي المنتظر بولادة الأئمة المعصومين. Rəhimə xanım, sizdən də Zəhra TV mediasına abunəçi olmağınızı və dəstəkçi olmanızı rica edirik və ziyarətiniz də məqbul olsun. Çox sağ olun, zəng etdiniz. Mənəvi dəstəyə görə də təşəkkür edirik. Sağ olsun, sizə də biz də təşəkkür ederiz proqramınız üçün. Allah ziyarətinizi məqbul buyursun və isminizi də Ya Hüseyn mübarək bayrağı üzərinə yazırıq. İnşallah Allah bizi də xoruyu gətirtdirir, ziyarət edərik. Sizə də çox təşəkkür ederiz sotumuz yetişdirdiğiniz için. Rəhimə xanım, sizdən digər bir ricamız budur ki, olur da əlaqə numarasını arkadaşlarınızla paylaşasınız. Onların da Zəhra TV mediasına zəng etməyə və mənəvi maddi dəstəyin verməsinə səbəbkar olasınız. Olurmu? Bu işi görə bilərsinizmi? Olur. Çox məmnun olaraq o zaman sizdən. Zaten biz takip ediyoruz. Rəhimə Ali. Rəhimə Ali və ailəsi. Ailəsinizi də sizin niyyətinizə daxil etdik. Allah abunəliyinizi və dəstəyinizi sizdən ən ali dərəcədə qəbul etsin. Təşəkkür edərik. Rəhimə xanım, sizlər də Kərbəlaya nəzir ulaşdıra bilirsinizmi? Yəni buna imkanınız varmı? Ona imkanımız bilmiyorum. Ama İnşallah olur. Bu mövzu ilə əlaqəlı arkadaşlarımız sizə lazımi bilgiləri verəcəklər. Bir daha zənginiz üçün təşəkkür edirik. Sağ olun. Bəli, əzizlərimiz, söylədiyimiz kimi, ey evin xanımları və dirəkləri olan ağalar, 10 dollarlıq təqribi olaraq bir rəqəmdir ki, abunəçilik bəlkə də söylədiyim kimi bir axşam yeməyidir sizlər üçün. Ola bilsin sizin üçün ən az kiçik bir məsrəfdir. Amma söylədiyimiz kimi peyk xərcləri yanında bu çox kiçik görünür. Çünki peyk xərcləri o qədər yüksəkdir ki, 10 dollarlıq bir xərclə güman edirik ki, öz adınızı Əhl-i Beyt siyahısına xadimlərdən, xidmətçi olanlardan olaraq da yazdıra bilərsiniz. Və bu savabı, bu şərəfi öz şəninizə nail, yəni özünüzə nail edə bilərsiniz, öz gələcəyiniz üçün, öz saadətiniz üçün.
Əhl-i Beyt yolunda bir xidmət üçün. Söylədiyim kimi Allahın səlamı olsun bütün Əhl-i Beyt sevərlərin hamısına. Bizim yaxın tariximizdə bunun ən gözəl bir nümunəsi kimi digər bir hadisəni sizə xatırlatmaq istəyirəm. Təəssüflər olsun, bağlantımız var. Üzr istəyirik, bağlantı əlaqəsi yaranmadı. O nədənlə söhbətimizin davamına Bibi Şətitə Nişaburinin hekayəsi ilə sonlandırmaq istəyirik. İmam Kazımın əleyhissalamın dövründə imamın vəkili Nişabura gəlir ki, iyanələri toplasın. Hamı qızıl kisələri gətirir. Bir mömin qadın isə bütün var dövləti cəmi bir dirhəm olur və öz əli ilə toxuduğu bir pul kisəsi. Öz-özünə deyir ki, imama ola bilsin ki, bu çox bir az miqdardır imam baxımından. Amma sidq ürəklə gətirir, verir və imam da məhz onun bu nəzrini qəbul edir. Çox-çox üzr diləyirəm, dəqiqələrimiz sona yetdi. Mən bu hekayəni layiqli şəkildə anlata bilmədim. İnşallah növbəti günlərdə bir daha xidmətinizə ərz edəcəyik. Dəstəyinizə görə, mənəvi dəstəyinizə, yardımlarınıza görə çox sağ olun. Allah razı olsun, gecəniz xeyrə qalsın, sağ olun, salamat qalın. Günümüz dünyasında medya ve sosyal ağların çocuklarımızın dini kimliğini ve imanını hedef aldığı bir ortamda Zehra TV güvenilir bir medya kuruluşu olarak ailelerin yanında yer alır. Dini terbiye için, iman ve maneviyatın güçlenmesi için Kur'an ve Ehl-i Beyt ekseni. 14.000 üyeli kulübümüze aylık üyelikle bu küresel medyanın istikrarına ve sürekliliğine destekte bulunur. Bu bir harcama olarak değildir. Aydınlık bir geleceğin inşasına bilinçli ve sürekli bir ortaklıktır. Şimdi bu nura siz de katılın. İsmin ve soy isminizi yazın ve 14.000 üyeler kulübünün yeni üyesi siz olun.